Salam uşaqlar, səhifə 77-ni izah edirəm. 33-ə baxırıq. Deyir ki, düz prizmanın hündürlüyü 10-dur. Tərəfi, oturacağın tərəfi 6 sm olan kvadrat şəklindədir. Baxın, mən bunu birləşdirsəm uşaqlar. Yəni, bura 6-dır, bu tərəf də 6-dır. Ümumi kvadratdır. Oturacağı nədir? Kvadratdır. Yəni, uzunluğu da 6-dır, eni də 6-dır. Həcm necə tapılır? 6 vurulsun 6, yəni eni uzunluğa vururuq hündürlüyə. Nə elədi? 360. İndi bu kəsilib götürülənə baxın. Bu prizmadan kəsilib götürülən düz prizmanın oturacağın tərəfi 2-dir. Yəni, burada 2-dir, bu da 2-dir. Yəni, kvadrat şəklindədir. Eni də 2-dir. Uzunluğu da 2-dir. Vurulsun nəyə? 10-a. Nə etdik? 40. Demək, kəsilib götürüləni çıxaram ümumidən. Biz ümumini 360 tapmışıq axı. Kəsib götürüləni çıxaram. Nə alınar? 320. Demək, sarı bu bölgəmizin həcmi nə oldu? 320. Bu qədər asandır. 34-ə baxaq. Deyir ki, düzbucaqlı polivet şəklində olan anbarın uzunluğu, eni var, hündürlüyü var. Bu anbarın yarısı qədər kartof. Əvvəlcə biz həcmini tapırıq. 20-ni. Yəni, uzunluğu vururuq enə, vururuq hündürlüyə. Yəni, 3-ə. Nə elədi? 24, 2-yə vuranda 480. 480. Aha. İndi bunun yarısı qədər kartof. 480 yarısı nə edir? 240 uşaqlar. İndi biz bunun 1 kub metrini 0,7 ton. Yəni 240-ı nə edəcəm uşaqlar? Vuracam 0,7-yə. Bundan da bu gedir. 4'ü 7, 28. 2 yadda, 2, 7, 14, 2 yadda da 16. Neçə ton kartof istifadə olunmuşdu? Nə qədər kartof var ambarda? 168 ton. Keçirik 35'ə. Keçirəm 35'ə. Düz bucaqlı paraleliped şəklində çənin uzunluğu var. 3,2 metr. Eni bunun 2'də 1 hissəsi qədər. 3'də 10'da 32 yazıram uşaqlar. Vurulsun 2'də 1. Bildizdə bu baxın. Buna nə deyirəm? 3,10'da 2. Mən 3'ü 10'a vuraram, toplayarım 2'yə. Nə alındı? 10'da 32. 2'də 1'i qədər enidir. Yəni enini tapırıq. 32'ni 2'yə bölürəm 16. 16'nı da 10'a böləndə nə elədi? 1,6. Hündürlüyü 1,5'dir. Gəlin həcmini tapırıq. 3,2, 1,6 vurulsun 1,5. Gəlin vuraq. 3,2 vurulsun 1,6 vurulsun 1,5. 7 tam %68. 7 tam %68. Deyir ki, tapdığımız elə bu çənə həcminin 2'də 1'ə qədər kerosin doldurulmuşdur. Yəni, bunun həcminin 2'də 1'ə qədər. 7 tam %68'ini eləyəcəm, 2'də 1'ini tapacam. Böləm 2'yə vuram 1'ə. 3 tam %84. İndi deyir ki, buna kubmetr yazırım. 1 kubmetrimiz 900 kiloqramdırsa, onda 3 tam %84'ümüz neçə kiloqramdır? Onda 3 tam %84'ü vururam 900'ə. Alındı
cavab 3456 kiloqram. Bu qədər cavabı budur. 36'ya baxırıq. Da nə deyir? Bu iki düz prizmanın həcmi bərabərdir. Yəni bununla bunun həcmi bərabərdir. Ortadan bərabər qoyun. Gəlin həcmini tapaq. Bunun həcmini tapa bilərik. Uşaqlar, düz iki tərəfi düz prizmanın həcmi. Bu düz bucaqlı prizmadır. Düz bucaqlı üç bucağın prizmasıdır. İndi nə edirik? S oturacağı vuracağın haşa. Bunun qaydası nədir? S oturacağı vuracam haşa. V nəyə bərabərdir? S oturacağı vurursan haşa. S oturacağı, baxın, oturacağı nədir? Düz bucaqlı üç bucaqdır. Yəni 8'i vuracam 6'ya böləcəm 2'yə. Nə etdi? 24. Demək, oturacağımızın sahəsi nədir? 24. Vuracam hündürlüyə. 24 vurulsun 18. Gəlin tapağın həcmi. 432. İndi uşaqlar, bunun həcmini tapdıq. 432. Gəlin. Deyir ki, bunun həcmi ilə bərabərdir. Demək, 432 bərabərdir bunun həcminə. Bunun hündürlüyü bəlli deyil. Hündürlüyünü deyə soruşur. 12 vurulsun 9 vurulsun x. 12'ni 9'a vuranda 108x bərabər 432. Bundan neçə eləyir? 4 olur. 432'yi 108'e böləndə nə edir? 4. Cavabımız 4 alındı. Keçirəm 37'ye. Deyir ki, düzbucaqlı paralelopiped şəklində olan anbarın uzunluğu 10 metrdir. Eni uzunluğunun 5'te 3 hissəsi qədər. Onun 5'te 3 hissəsi qədər. Deyir ki, eni uzunluğunun 5'te 3 hissəsi qədər. Nə elədi? 6. Eni nə oldu? 6. Hündürlüyü isə eninin 3'te 2 hissəsi qədər. Eninin 3'te 2 hissəsi qədər. 4. Hündürlüyü nə oldu? 4. Bu ambara həcminin 5'te 2 hissəsi qədər taxıl tökülmüşdür. Baxalım, bunun həcmini tapmalıyıq. Bu ambara bunun həcminin 5'te 2'si qədər. Bunun həcmini tapırıq. 10'u vururam, yəni uzunluq vurulsun, en vurulsun hündürlük. 5'te 2'si qədər. Bunu buna böləndə, 5'e böləndə nə eləyir? 48. Aha, vuruq ki, 96. Demək, həcmi nə oldu? 96. 96'nın 1 kub metr. Bu 96 kub metr. 1 kub metr 0,8 tondur. Yəni 96'nı nəyə vuracağım? 0,8'e. 96'nı 8'e vuranda nə edir? 768 bölü 10'a. O da nə alanda? 76,8 ton. Bu qədər uşaqlar.